Pumba Kids'in baş sponsorluğuyla Azərbaycan İstedad Festivalı başladı. Leyla Ramazanlı her zaman olduğu kimi bu gündə Azərbaycan İstedad Festivalı yarışmasının qonağıdır. Təbii ki 1 iyun Uşaqların Beynəlxalq Bayram Günü münasibəti ilə ürəkdən təbrik edirik və burada Leyla olmalıydı. Təşəkkürlər. Uşaqlar bayramınız mübarək olsun. Öpürəm sizi, həmişə xoşbəxt olun, sağlam, firavan. Erşad, bu gözəl layihəyə görə sənə təşəkkürümü bildirirəm. Çox sağ ol, əzizim. Bayramınız mübarək olsun. Uşaqlar, alqışlar ürəkdən. Leyla Ramazanlı qonağımız oldu. Uşaqlar, əyləşin. Təbii ki, ekran vasitəsilə bizi izləyən bütün Azərbaycanda, dünyada nə qədər uşaq var, hər birini Beynəlxalq Uşaqların Müdafiəsi Günü bayramı münasibəti ilə sidq ürəkdən təbrik edirik. Uşaqlar bizim gələcəyimizdir. Onlar bizim başımızın tacıdır, gözümüzün işığıdır. Sizin də bayramınız mübarək. Çox sağ olun. Və bugün nə duel olacaq, nə lideri kürsüsündə əyləşənlər olacaq. Bugün siz əyləşə bilərsiniz lideri kürsüsündə. Əyləşək. Bugün biz əyləşərik bugün lider. Gəlin bir baxaq görək necə olacaq. Siz ortada. Yox, mən ortada yox. Hilal xanım olduğuna görə Hilal ortada əyləşsin. Görək bu liderlər burada hər zaman əyləşir. Nə rahat yeriymiş bura. Bəli. Adam onu da burada əyləşmək istəyir, durmaq istəmir burada. Və bugün, uşaqlar diqqətlə qulaq asın. Bugün uşaqların bayramı olduğuna görə bugün lideri kürsüsündə əyləşənlər olmayacaq. Bu günləri duel olmayacaq. Bugün yarışmanı heç kim tərk eləməyəcək. Bu günləri hədiyələr. Nə? Hədiyələr nə? Hədiyələri mən Hilal'la Ayxan üçün gətirmişəm. Hədiyələri mən 2 dənə aparıcım var, onlar üçün gətirmişəm. Kim özünü yaxşı aparsa, məsəl üçün misal olaraq Ayxan Babazadəni gətirə bilərəm. Ayxan özünü çox səliqəli aparır. Kim sakit olsa, bugün sizin xətrinizə dəymək olmaz, sizin bayramınızdır. Amma
amması var. Eme parfümdən, Design by Mary 87-dən və bizim baş sponsorumuz uşaqların ən sevdiyi məkan oyuncaqlar ən çox harda olur? Nağıllar aləmi geyim deyəndə bəli, 2008-ci ildən fəaliyyət göstərən Türkiyə və Polşadan. Türkiyə və Polşa istehsalı olan bütün uşaqların doğuşdan yeni doğulan uşaqlardan tutmuş 16 yaşına kimi, bəli, 16 yaşına kimi olan bütün uşaqların sevdiyi bir mağaza. 2 filial var Bakı şəhərində. Bizim baş sponsorumuz Neftçilər. Pumbakis. Bu karovkanın içində Pumbakis'in çox möhtəşəm, təqribən baba boyda hündürlüyündə olan hədiyyəsi var. Eme parfümdən ətirlərimiz var. By Mary Design. Design by Mary 87-dən burada kəpənəklər var, uşaqlar üçün. Və bloknotlar. Pumbakis'dən, bəli, belə dəftərlər var. Bu günləri kimə söz verəcəm birinci? Bu günləri mən istərdim ki, mənim birinci yarışmamda qalib olan kimdir? Hilal Qasımova. Belə təqdim edərlər, Hilal Qasımova. Hilal Qasımova! Cəfa nədir bilmərəm, istəyimdən dönmərəm. Mən taxtımdan enmərəm. Mən çıltaq şirin şən qızam, həm şəkər həm də duzam. Göydə yanan ulduzam, sönmərəm. Mən yandırıb yaxan qəlbi ordayan, coşub çağlayan hilalam. Çiçək tək açan günəş tək saçan, sevgidən uçan mənəm. Hər zaman gözəl rəqsi can alan, vəlvələ salan hilalam. Elin sevinci, səsin birinci, hər işdə birinci hilalam. Cəfa nədir bilmərəm, istəyimdən dönmərəm. Mən taxtımdan enmərəm. Mən çıltaq şirin şən qızam, həm şəkər həm də duzam. Göydə yanan ulduzam, sönmərəm. Mən yandırıb yaxan qəlbi ordayan, coşub çağlayan hilalam. Çiçək tək açan günəş tək saçan, sevgidən uçan mənəm. Hər zaman gözəl rəqsi can alan, vəlvələ salan hilalam. Elin sevinci, səsin birinci, hər işdə birinci hilalam. Yandırıb yaxan qəlbi ordayan, coşub çağlayan hilalam. Çiçək tək açan günəş tək saçan, sevgidən uçan mənəm. Hər zaman gözəl rəqsi can alan, vəlvələ salan hilalam. Elin sevinci, səsin birinci, hər işdə birinci hilalam. Yandırıb yaxan qəlbi ordayan, coşub çağlayan hilalam. Çiçək tək açan günəş tək saçan, sevgidən uçan mənəm. Hər zaman gözəl rəqsi can alan, vəlvələ salan hilalam. Elin sevinci, səsin birinci, hər işdə birinci hilalam. Bravo! Hilal Qasımova. Hilal Qasımova mahnının sözlərinə uyğun mən təsdiqləyə bilərəm ki, mənim balam istedadlı yarışmasında, mənim birinci yarışmamda yarışmanın qalibi oldum. Doğrudan da elə birinciyə layiqsən. Bu gün də mənimlə bərabər aparıcısan. Növbəti film işimdə yenə mənim yanımdasan. Növbəti böyük bir layihəmdə yenə də mənimlə bərabər olacaqsan. Niyə? Çünki mən istedadlı, tərbiyəli, qanacaqlı, qabiliyyətli uşaqları hər zaman yanımda saxlayıram və onlar mənimlə bərabər addımlayır. İnşallah böyüyəndə məndən də populyar olacaqsan, bilirəm. Və bu gün qonağımız var. Qonağımız kimdir? Bizim gözəl balamız Fatimə. Fatimə balamız bizim qonağımızdır. Gətir, niyə gətirmirsən ki?
Ürəyi necə istəyir elə də gəl. Pumba kitsin şarıdır bu Fatimə. Hə, Fatiməyə mikrofonu ver zəhmət olmasa. Mikrofonu ver. Fatimə dünən də bizim verilişimizdə qonaq idi. Fatimə bir çox televiziya verilişlərində iştirak edib biz onu görmüşük. Bugün Fatimə balamız bizim üçün nə hazırlayıb? Mahnı? Bəli, Nə mahnısıdır Fatimə? Gözəl bir bilim. mahnı hazırlamısan. bəli. Gəlsin uşaqlar, Fatiməni ürəkdən alqışlayaq. Fatimənin mahnısı gəlsin. Allah, Allah, gözəl yaratmısan məni, gözəllər gözəliyəm. Olmaz, olmaz, mənə bənzər şirinəm, çox şəkərəm, nazlı biriyəm. Allah, Allah, gözəl yaratmısan məni, gözəllər gözəliyəm. Olmaz, olmaz, mənə bənzər şirinəm, çox şəkərəm, nazlı biriyəm. Ədalıyam, nazlıyam, mənə xoşdur razıyam. Bəxtə verdi o insan, onun alın yazıyam. Ədalıyam, nazlıyam, mənə xoşdur razıyam. Bəxtə verdi o insan, onun alın yazıyam. Allah, Allah, gözəl yaratmısan məni, gözəllər gözəliyəm. Olmaz, olmaz, mənə bənzər şirinəm, çox şəkərəm, nazlı biriyəm. Allah, Allah, gözəl yaratmısan məni, gözəllər gözəliyəm. Olmaz, olmaz, mənə bənzər şirinəm, çox şəkərəm, nazlı biriyəm. Güləm mən, çiçəyəm mən, dünyaya bəzəyəm mən. Göydən yerə enmiş, huriyəm mələyəm mən. Güləm mən, çiçəyəm mən, dünyaya bəzəyəm mən. Göydən yerə enmiş, huriyəm mələyəm mən. Allah, Allah, gözəl yaratmısan məni, gözəllər gözəliyəm. Olmaz, olmaz, mənə bənzər şirinəm, çox şəkərəm, nazlı biriyəm. Allah, Allah, gözəl yaratmısan məni, gözəllər gözəliyəm. Olmaz, olmaz, mənə bənzər şirinəm, çox şəkərəm, nazlı biriyəm. Bravo! Bravo Fatimə, bravo. İnşallah Azərbaycan Festivalı, Azərbaycan İstedad Festivalı 2 yarışmasında bizim gözəl Fatimə balamız bizimlə bərabər iştirakçı olacaq burada. İnşallah qalib olarsan mənim qızım, gözəl balam. Nilay Səbrəliyevanı dəvət eləmək istəyirəm yanıma. Sosial platformada öz ifaları ilə trenddə olan, kəşfətdə olan Nilay Səbrəliyeva bugün ifa yox, öz rəqsi ilə Uzundərə bizimlə bir rəqsi. aradadır. Bəli, Uzundərə.
Ürəkdən bir dənə alqışlar Əsranı. Əsra Zahidova idman geyimində gəlib bu günləri. Bu gün rəqs eləyəcək. Necəsən qızım? Yaxşıyam. Əsra Zahidova, sənin də qızın bayramın mübarək olsun. Çox sağ ol. Neçə belə illərə çıxasan, sən çox istedadlısan, hər veriliş vurğulayıram. Çünki bu mənim borcumdur. İstedadlı insanları, necə deyərlər, tərifə ehtiyacı yoxdur. Onsuz da istedadlıdır. Amma səni tərifləmək lazımdır. Rəqs eləyəcək Əsra Zahidova, alqışlar ürəkdən. Танцую я значит тренд 2025 года. The next in Shibuya. Yeah. Shibuya. Esto se fue mundial. A mí hay que bailarme todos los días, tú no me puedes pichar. Yo sé que te va a gustar. Tú te pones de espalda, que tu papi se quiere vaciar. Y es que esto se fue mundial. A mí hay que bailarme todos los días, tú no me puedes pichar. Yo sé que te va a gustar. Tú te pones de espalda, que tu papi se quiere vaciar. Yo te doy lo que tú quieras, bailame en el tubo suave. Yo te doy lo que tú quieras, bailame en el tubo suave. Nós festa do fim de semana. Bana, 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 de semana. Esto se fue mundial. A mí hay que bailarme todos los días, tú no me puedes pichar. Yo sé que te va a gustar. Tú te pones de espalda, que tu papi se quiere vaciar. Y es que esto se fue mundial. A mí hay que bailarme todos los días, tú no me puedes pichar. Yo sé que te va a gustar. Tú te pones de espalda, que tu papi se quiere vaciar. Yo te doy lo que tú quieras, bailame en el tubo suave. Yo te doy lo que tú quieras, bailame en el tubo suave. Likey. Baila, placata, como ella lo mueve, sin parar, sin parar. Las ganas de comerte, ahora son más fuertes. Quiero tenerte y no te voy a negar. Mientras vas bailando, el remix sonando, tú con tu pasito, no sigas. Əsra Zahidova! Əsra, əvvəlindən sonuna qədər nöqtəni qoyursan da, kulminasiya nöqtəsi. Bəli, möhtəşəmsən Əsra. Bu bayram buraxılışına aid, bayram günü sənin çıxışın, bundan əvvəlki çıxışların hər biri mükəmməldir. Səni təbrik edirəm bayram günü münasibətilə. Və Və yenə də vurğulamaq istəyirəm ki, burada Bay Meri bizə hədiyyələr göndərib. Dizayn Bay Meri. Görün burada qıza aid nə var. Bu. Bu da var ha. Hansını istəyirsən? Bu da var. O? İkisi, biri. Obrislara qalmasın. Əsra. Hə, onda gəl bunu verin bir də onu. Hə, göyün. Hə. Əsra Zahidovanı alqışlar ürəkdən. Əsra əyləş, bayramın mübarək olsun və yeni iştirakçılar. Yeni iştirakçı deməzdim. Buradan model iştirakçımız da var. Söz verəcəm birazdan. Mən Nigar Manafovanı dəvət eləmək istərdim bura. Nigar Manafova gəlsin. Nigar, sənin bayramın mübarək olsun. Sənin simanda bütün uşaqların bayramı mübarək olsun. Allah sizi qorusun. Siz uşaqlar olmasaz biz nəfəs ala bilmərik. Nigar Manafovanın gözəl rəqsini baxırıq.
Çox əla rəqsədir. Nigar Manafova. Nigara da bu kəpənəkdən verəcəm. Məncə də. Azərbaycan bayrağı da var. Bu da var. Bu da var. Bu qəşəngdir. Azərbaycan bayrağını. Azərbaycan bayrağını və Bumbak istəm, bu baxmadır. Nigar Manafovanı alqışlayırıq. Növbəti iştirakçımız dünən təbii ki 3-cü yer. 3-cü yerin sahibi Səma Qasımzadə. Ürəkdən alqışlayaq Səmanı. Səma. Yanlışları seçtim, doğrum nerede? Kaybettim kendimi, dengem nerede? Bazen düşer insan, yardım nerede? Kalkmam için yerden, sebebim nerede? Bitti derken her şeyinden, gitti derken sabrettim ben. Tam anda, ummadığımda bir güneş parlar bazen. Bitti derken her şeyinden, gitti derken sabrettim ben. Tam anda, ummadığımda bir güneş parlar bazen. Hayat şaşırtır hep zaten. Ben gittim ay derken, hiç umudum kalmamışken bir güneş parlar bazen. Hayat şaşırtır hep zaten. Ben gittim ay derken, hiç umudum kalmamışken bir güneş parlar bazen. Yolcu benim madem, yollar nerede? Kırdın kanatlarımı, ilacım nerede? Bitti derken her şeyinden, gitti derken sabrettim ben. Tam anda, ummadığımda bir güneş parlar bazen. Hayat şaşırtır hep zaten. Ben gittim ay derken, hiç umudum kalmamışken bir güneş parlar bazen. Hayat şaşırtır hep zaten. Ben gittim ay derken, hiç umudum kalmamışken bir güneş parlar bazen. Nərgiz Şıxverdiyeva dünənlərdə çıxış eləməmişdi. Nərgiz balam, gəl yanıma. Sonra Aysunla Məhəmməd çıxış eləyəcək. Bəli. Hamınıza söz verəcəm. Dalbadal deyirsiniz, siz çoxsuz, mən az. Necəsən? Yaxşıyam. Bayramın da mübarək olsun. Çox sağ ol. Nərgiz, sən qızıl yeddilikdəsən. Həmişə öndə olan iştirakçılardan birisən, model kimi bu yarışmaya qatılmısan. Amma bu gün şeir hazırlamısan. Bəli, Nə şeiridir? vətən şeiri. Vətən şeiri. Sakit, Nərgizdən bir şeir gəlir. Vətən şeiri. Aha. Çox keçmişəm budaqlardan durna gözü, bulaqlardan işitmişəm uzaqlardan sakit axan arazları sıramış dostlarım. Ey bir iki sən mənimsən, yurdum yuvam məskənimsən, anam doğman vətənimsən, ayrımı köncandan, Azərbaycan, Azərbaycan. Bəli, ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan. Nə qızım? Yenə var. Yenə var, həm demə. Mən də bilirəm də uzun şeir. Mən bir uşaq, sən bir ana, o cürtü bağlayam sana. Hansı sən tasiyanı, evən sən də yuvam sənsən, evin, günüm, obam sənsən.
Aysu ilə Məhəmməd bu günləri Ulduz filmindən bizim Səhnə rəhmətli hazırlayıblar. xalq artisti Nəsibə Zeynalova və Lütfəli Abdullayevin orada bir dueti var, onu çıxış edəcəklər. Mikrofonları verək, yoxsa ehtiyac yoxdur? Hə, alqışlayaq, həmin o filmdən olan fragmenti təqdim eləsinlər. Mektubunuzu aldım. Gözəl şeir yazırsınız. Ben size şiir yazmışam. Bəs necə? Görün nə maraqlıdır. Doktor dedi ki, yalnız nazik ona dərmandır. Bəli, bəli. Nazik ona dermandır. Siz Charleston oynuyorsunuz. Emir etseniz seygahta oynayaram. Come on, everybody! Clap your hands! Ah, you're looking good! I'm gonna sing my song. It won't take long. We're gonna do a twist and it goes like this. Come on, let's twist again. Like we did last summer. Yeah, let's twist again. Like we did last year. Do you remember when things were laughing? Yeah, let's twist again. Twist the time is here. Yeah, round and round and up and down we go again. Oh, baby, make me know you love me so. Like we did last summer. Come on, twist again. Like we did last year. Who's that flying up there? Is it a bird? Is it a plane? Is it the twister? Twist again, like we did last summer. Come on, let's twist again, like we did last year. Do you remember when things were laughing? Come on, let's twist again. Twist the time is here. Yeah, round and up and down we go again. Oh, baby, make me know you love me so. And then come on, twist again, like we did last summer. Girl, let's twist again, like we did last year. Come on, twist again, twist the time is here. Pumba Kids tam mərkəzə gəlir. Bizim baş sponsorumuz Pumba Kids. 2 filialı var Bakı şəhərində. Ekranda zəhmət olmasa Elmir bəy görüntünü göstərin. Uşaqların sevdiyi bir məkan haradır? Bomba Kids! Oyuncaq deyiləndə, uşaq geyimi deyəndə, nağıllar aləmi deyəndə. Bəli. Hər, bax gözəl-gözəl orada bax dəftərlər, rəngli jurnallar, uşaq geyimləri, ayağı yormamaqdan ötürü valideynlər yaxşı bilər, ortopedik ayaqqabılar, doğuşdan, yeni doğulan uşaqdan tutmuş 16 yaşına kimi bütün uşaqların geyimləri həm qız həm oğlan Pumba Kids'dən əldə edə bilərsiniz. Mənim adımdan müraciət edən şəxslərə 30% endirimdir. 30% endirim. Və Pumba Kids inşallah Pumba Kids'də bizim, xeyr, bizim 20-sində hələ var. Pumba Kids'də bizim yarışmanın Azərbaycan İstedad Festivalı yarışmasının 20 iştirakçısı dünən Pumba Kids mağazalar şəbəkəsində oldu və orada olan o möhtəşəm çıxışları, uşaqların əylənməyini, tort kəsimini, atəşfəşanlığı və bütün uşaqlara olan hədiyyələrin hər birinin çəkilişi olub və çox xahiş eləyərdim hamı birlikdə monitora baxaq. Ən gözəl ayaqqabılar. 1 iyun
Beynəlxalq Uşaqların Müdafiəsi Günü bayramıdır. Sizin hamınızı təbrik edirəm. Bu sizin gününüzdür. Mən bilirəm ki, sizin valideynləriniz və sizin üzərinizdə əsirlər, hər birini salamlayıram, Allah can sağlığı versin. Və bilirəm ki, burada uşaqların əksəriyyəti Pumbakitsi sevirlər və Pumbakitsdən giyinirlər. Mən bunu verilişində dəfələrlə vurguladım, çünki valideynlərin özü mənə dedilər ki, bizim neçə ildir artıq uşaqların geyimləri Pumbakitsdəndir, mən heç bilmirdim. Bir 70-80%, elə deyil, Ayxan bala oradan giyinir. Mən bütün geyimləri Pumbakitsdəndir. Fərid xəbərim yox idi. Fərid neçə ildir mənim layihələrimdə iştirak edir. Fərid hardandır geyimi? Pumbakits. Niyə? Səbəb nədir? Uşaqlar Pumbakitsi çox sevirlər. Səbəb Polşa və Türkiyə istehsalıdır, keyfiyyətlidir, münasib qiymətlərədir və Pumbakitsin doğrudan da baxın, bax geyimləri, bax doğuşdan, yeni doğulan körpələrdən tutmuş 16 yaşına kimi uşaqların geyimləri var burada. Ortopedik ayaqqabılar var burada. Neçənci ildən fəaliyyət göstərir Pumbakits? 2008! Neçə filial var? 2! Birinci filial haradadır? İkinci filial haradadır? Qaçın ürəyiniz istəyən geyimləri, ayaqqabıları seçin. Getdi. 1, 2, 1! Burada nə gözəl oğlan geyimləri var. Baxın, nə gözəl geyimlər var burada. Nə hədiyyəsi bu? Pumba taksi. Ərin Pumbakits deyilir, deyir Pumba taksi. Ayxanın 27 yaşı var, məsəl üçün başqa maşınlar seçir. Xoşuna gəlir, sağ olsun. Köynək. Biz milli dildə danışırıq, köynək. Təbrik edirəm, görürsünüz də bura, yəni dünyanın 100 ölkəsindən gəlirlər bura, baxın. Baxın, Bəhreyndən gəlib Pumbakitsə, gəlib övladı üçün buradan köynək almağa, şalvar almağa, ayaqqabı almağa iştirak edən bizim layihəmizdə uşaqların hər biri səhnə görünüşü çox gözəldir, istedadlıdırlar. Ona görə də gözəl görünüşlü uşaqların, istedadlı uşaqların yanında kim oldu bizim baş sponsorumuz? Eşitmədim. Pumbakits, bəli, Azərbaycan İstedad Festivalı yarışmasının baş sponsoru Pumbakits. Mənim adımdan müraciət olunan bütün şəxslərə 30% endirim olunur. 2008-ci ildən fəaliyyət göstərən Pumbakits mağazalar şəbəkəsinin təbii ki, məhsulları Türkiyə və Polşadandır. 2 filial var, Neftçilər və Xətayidə. Və ən əsası ortopedik ayaqqabılardan da istifadə eləyin. Uşaqlar orada. Doğuşdan yeni doğulan uşaqlar və 16 yaşına, bəli, hər şey var orada. Nağıllar aləmidir. Hə. Mən sual verəcəm, heç kim danışmır. O sualın cavabını kim bilirsə, sadəcə olaraq əl qaldıracaq. Sual nədir? Tam diqqət. Azərbaycanda çox məşhur olan cücələrin mahnısı var, bilirsiniz. Cücələrin mahnısının, diqqətlə qulaq asın, cücələrin mahnısının sözləri və musiqisi kimindir? Biz keçən sənə musiqi dərsində keçmişdik. Sözləri Tofiq Mütəllibov, musiqisi Qəmbər Hüseyn. Fatimə Yusifova, gəl yanıma. Fatimə Yusifova, bizim ağıllı balamız. Buradan mənə öyrətdiyi üçün Gülər müəllimə təşəkkür edirəm.
Gülər müəlliməyə biz də minnətdarlığımızı bildiririk və bu sualın cavabını burada əyləşən bütün uşaqlar bilmədilər. Bəli. Yadınızda qaldı da. Sözləri Tofiq Mütəllibov, musiqisi Qəmbər Hüseynli. Cip-cip cücələrin bütün dünyada məşhurdur. Və 1, 2, 3. Annem buyurdu. Oturun Pumba Kids'in bu möhtəşəm böyük hədiyəsi Fatimə Yusifovanındır. Bax bu hədiyyə Fatimə Yusifova. Buyur qızım. Gedirəm Pumba Kids ailəsinə və mən buradan bir dənə söz demək istəyirəm. Mən keçən səhər Pumba Kids'e getmişdim və oradan Neftçilər filialına getmişdim və orada Yusif bəy və Ofeliya xanıma təşəkkür edirəm. Çox güləriz idilər, insanı çox gözəl qarşılayırlar. Ondan Pumba Kids ailəsinə çox təşəkkürlərimi bildirirəm. Alqışlayaq. Hər zaman öz personalı ilə, hər zaman uşaqların sevgisini qazanan Pumba Kids doğrudan da möhtəşəm bir məkandır. Baxın, monitorda da görürsünüz. Mən istərdim ki, Fərid Əliyev qonağımızdır, yarışmanı tərk eləməyinə baxmayaraq bizim yanımızdadır. Alqışlayaq, yarışmanı tərk eləməyinə baxmayaraq Fərid Əliyev yanımızdadır. Her bir insan için onun milli mensubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Dünyanın bir adı var, canım benim memleketim. Güneş kimi daim yanar, odlar yurdu məhəbbətim. Qoyacalsın zirvələrə, o yenilməz bayrağımız. Qayıdacaq bir gün yenə, hər bir qarış torpağımız. Hər bir elin özləri var, mənim elim doğma diyar. Gözəllikdə o bir bahar, gələcəyə işıq saçar. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb gid evladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb gid evladına, qoy sevinsin hər bir ana. Söz var, hörmət var ölkələrin arasında. Belə gözəl, belə zəngin var dünyanın harasında. Vətənimin məğrur gücü, öz ürəyi ilhamı var. Xoş günlərə gedən yolda bir əbədi bayramı var. Hər bir elin
sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına, baxıb gid evladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına, baxıb gid evladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına, baxıb gid evladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına, baxıb gid evladına, qoy sevinsin hər bir ana. Opa
Bizim gözəl balamız Ayan Bayramzadə və Süheyl Salmanlının çıxışı qalıb. Süheyl Salmanlının möhtəşəm çıxışı qalıb. Gəlsin Ayan Bayramzadənin. Multibrand zevkli ve şirin aksesuarlar, eğlendirici ve öğretici oyuncaklar, hamısı bir yerde. Pumba Kids'te. Ünvanlarımız Neftçiler Filialı, Qaraqaraya Prospekt. Pumba Kids baş sponsorumuzun geyimlərini, valideynlər, siz də ekran qarşısında əyləşənlər, bax bu gözəl geyimləri əldə eləmək istəyirsinizsə, Pumba Kids'ə müraciət edə bilərsiniz. Musiqi sədaları altında iştirakçıları bir-bir sizlərin qarşısında təqdim edirik.
bravo. Uşaqlar, mükəmməlsiniz. Qoy bir də mən sizə belə qıraqdan baxım. Çox super. Adam özü istəyir uşaq olsun ki, getsin belə geyimlər əldə eləsin. Alqışlayaq, Pumbakitsə alqışlayaq. Əyləşin, zəhmət olmasa əyləşin. Və bugün Amalya Məlikovanın ifa edəcək bizim üçün. İfası gəlir 1 iyun uşaqların müdafiəsi, beynəlxalq müdafiəsi günü bayram münasibəti ilə rəqs eləyəcək Əsra Zahidova ilə Amalya Məlikova. Alqışlayaq. Ese cuerpito que tú tienes, el traje de baño chiquitito te queda. Esa blanquita con el sol y de una ya se pone morena. Nós é todo fim de semana. Round one. Bota nela, bota nela. Money pull up, action, we are turn it up. Shot around the place and guess who are bring it up. Pull up, hot, yeah we hot. Bad girl there, them a whine it, turn it up. Money pull up, money pull up. Shot around the place and guess who are bring it up. Money pull up, money pull up. Would you hold it down and take it if I gave you a chance? Need the reassurance, baby, not a silly romance. Yes, I'm used to being disappointed. Bravo! Əsra Zahidova və onun tərəm müqabili Amalya Məlikova. Bilirəm ki, bunların hələ qalsalar çox hoqqaları, çox çıxışları olacaq burada. Bunlar hamısı gedib seçirlər birə-bir, nəyə çıxış eləməli, nə qəşəngi olar, nə yaxşı olar. Alqışlayaq, Amalyanı və Əslanı alqışlayaq. Davam edirik. Uğur Tuncay buradadır. Gəl mənim dostum, gəl yanıma. Bugün 1 iyundur, sən burada olmalıydın. Növbəti Azərbaycan İstedad Festivalı 2 yarışmasında alqışlayaq ürəkdən Uğur Tuncay da bizimlə bərabər olacaq. Uğur. Və niyə belə zəif alqışladınız? Uğur Tuncay doğrudan da çox mükəmməl istedada malikdir. Uğura salam deyirsən, şeir deyir. Uğura sağ ol deyirsən, əsər danışır. Uğura deyirsən, nə var, nə yox, nə bilim, durur bir dənə qəzəl deyir. Uğura deyirsən, har alsan, götürüb qoyaq. Salam, ay Uğur. Salam. Nə dərsən, ürəyim? Yaxşı. Bayramın mübarək Bu olsun. arada istəyirəm ki, uşaqları 1 iyun bayram münasibəti ilə təbrik eləyim. Aha. Salam. Əziz uşaqlar, su tək təmiz uşaqlar, ey gülbəniz uşaqlar, bayramınız mübarək. Qanadlı mələksiniz, bu görkəmdə təksiniz, ətirli çiçəksiniz, bayramınız mübarək. Arzumuz, muradımız, yaxınımız, yadımız, siz övcə adımız, bayramınız mübarək. Bayramınız mübarək. Bu arada istəyirəm ki, bir Hilal xanımı salamlayırım. Kimi?
Hilal xanımı, aha. Çırpınan ürəyə döyünən qəlbə, əlimdə titrəyən ələ bax, ələ. Dilimdə fəryada, gözümdə yaşa, sinəmdə çağlayan selə bax, selə. Yanarsan, oduma qarışma mənim. Küskün taleyimlə barışma mənim. Mümkünsə halımı soruşma mənim. Əl gəzdir telimdə, telə bax, telə. Fələk nəyim varsa əldən alıbdır. Elə bil ki, məni gözdən salıbdır. Oduna yanmamış nəyim qalıbdır. Səngimiş ocağa külə bax, külə. Uğur Tuncay bizim İstedad Festivalı 2 yarışmasında iştirakçı olacaq və ola bilər bəlkə elə Hilal da həmin günü aparıcı oldu, sənə dəstək oldu. Uğur alqışlar əyləşsin və kim qaldı? Bu ildə olan iştirakçılar burada qonaq qismində əyləşiblər bayram olduğuna görə, amma burada çıxış eləməyən iştirakçılar qalıb. Davam edirik. Bugün qonağımız var bizim. Dəvət eləyək bura. Məhəmməd buradadır. Azərbaycan İstedad Festivalı 2-nin iştirakçısı olacaq. 12 yaşı olmağına baxmayaraq boyu 1.90. 1.90 olar, məndən böyüksən. Mikrofonu verək. Sən maldan uzun alanmaz. Yo, bir dəqiqə sakin. 12 yaşı var. 12 yaşın var. Adın nədir? Mikrofona. Məhəmməd və Azərbaycan İstedad Festivalı 2 yarışmasında iştirakçı kim olacaq, model kim olacaq və bizim yarışmaya baxıb, baxın, təəccübləniblər bunlar. Sənin neçə yaşın var Ömər? 13? Dur bir dənə ayağa. Sənin neçə yaşın var oğlum? Amin. 10. Sənin boyun yaxşıdır. Nilay. Hədə bildik də, indi böyüdü. Neyini Allah Taala belə yaradı. Neçədir boyun Məhəmməd? 1.70. Mikrofona. 1.70'dan sonra. 1.70. 12 yaşı var, boyu 1.70. Məndən 1.70 olmasa mən 1.80'əm. Mən 1.80'əm. Ha? 1.18'dir. Neçə yaşın var qızım? 10 yaşı var. Gəl bura. Leyla Nərmanlının 10 yaşı var. Və Məhəmmədin 12 yaşı var. Aysunun da 17 yaşı var, bunun da 12 yaşı var. Və musiqi sədaları altında qızım əyləş. Biz musiqi sədaları altında Məhəmmədin indi moda kimi burada moda sərgiləyəcəm musiqi sədaları altında və inşallah Məhəmməd gələn verişdə səni dəvət edəcəm. Gələn səfər 16 yaşına qədərdir, 1 yaşından, yeni doğulmuş uşaqlardan 16 yaşına kimi Pumba Kids'dən geyinərsən və burada sərgiləyərsən və musiqi ver, biz Məhəmmədə də baxaq. Məhəmməd, soyadın nədir? Məhəmməd Kərimli model kimi Azərbaycan İstedad Festivalı 2 yarışmasına iştirakçı kimi qatılacaq. Bugün onun da bayramıdır. Onun da bayramı olduğuna görə Məhəmməd, bunu da sənə verirəm Pumba Kids'dən. Alqışlayaq Məhəmmədi və yola salaq əyləşsin. Nigar Manoxovanın da 11 yaşı var, amma Xədicə nənədir, yaşın adiyyatı yoxdur, mənim çıxışım var. Xədicə Cabbarovanı dəvət eləyək yanımıza, gəlsin. Xədicə Cabbarova. Gəl qızım, gəl yanım. Xədicə Cabbarova. Bu yarışmada az sayda istedadlı iştirakçı varsa, onlardan biri də Xədicədir. Başa düşmədilər, cümləni başa düşmədiniz. Elə başa düşməsəz yaxşıdır. Xədicə bura. Mən Xədicənin qulağına deyəcəm. Xədicəyə söylədim ki, mənim gələn çəkişdə sənə 3 bu korobka boyda hədiyəm olacaq. Biləsiniz. Çünki Xədicə mənim sözümə baxır. Aha. Nədir, rəqsdir yoxsa? Mahnı. Mahnı gələcək Xədicə Cabbarovadan. Ata səni tat başıma eylərəm, sən olmasan dünyanı neylərəm?
atam, gözümün nurusan. Heç kəsi mən sən qədər sevmərəm. Könlüm sənin göz yaşına taqət gətirməz. Dünya sənin kimi dayaq rahat gətirməz. Qurban olum ki qoymadın çətin günlər görəm. Sənin kimi səbir dağı atacan görmərəm. Ata sənin qadan alım dərdin canıma. Məhəbbətin sənin ata qarışıb qanıma. Telləri və qurban olum mənim üçün ağardı. Dünya mənim üstə səni ömrümü apardı. Səni heç kəs ürəkdəki dərdini bilənməz. Kimsə bilənə gəmlisən daha heç gülənməz. Çaş dolanım gecə gündüz atacan başına. Məlhəm olum köşkü sənin gəmli göz yaşı var. Ata səni tat başıma eylərəm. Sən olmasan dünyanı neylərəm. Canım atam, gözümün nurusan. Heç kəsi mən sən qədər sevmərəm. Ata səni tat başıma eylərəm. Bir tükünü dünyaya vermərəm. Canım atam, gözümün nurusan. Heç kəsi mən sən qədər sevmərəm. Adın əzbər sənin ata, hər zaman dilimdə. Ömrü sənə pay edərdim, olsaydı əlimdə. Yaşam eşkim sən olduğun, nəfəsim canımsan. Əziz atam nə yaxşı ki, dünyada varımsan. Səni heç kəs ürəkdəki dərdini bilənməz. Kimsə bilənə gəmlisən, daha heç gülənməz. Çaş dolanım gecə gündüz atacan başına. Məlhəm olum köşkü sənin gəmli göz yaşı var. Ata səni tat başıma eylərəm. Sən olmasan dünyanı neylərəm. Canım atam, gözümün nurusan. Heç kəsi mən sən qədər sevmərəm. Ata səni tat başıma eylərəm. Bir tükünü dünyaya vermərəm. Canım atam, gözümün nurusan. Heç kəsi mən sən qədər sevmərəm. Ata səni tat başıma eylərəm. Sən olmasan dünyanı neylərəm. Canım atam, gözümün nurusan. Heç kəsi mən sən qədər sevmərəm. Ata səni tat başıma eylərəm. Bir tükünü dünyaya vermərəm. Canım atam, gözümün nurusan. Heç kəsi mən sən qədər sevmərəm. Bravo, bravo Xədicə Cabbarova. Fatimə gəl yanıma. Fatimədən bir rəqs gələcək. Xədicə. Mükəmməl Xədicə, mükəmməl. Fatimə Yusifovanın rəqsinə baxaq.
Fatimə Yusifova. Fatimə Yusifova Azərbaycan İstedad Festivalı yarışmasının ən tərbiyəli iştirakçılarından, ən sakit olmağına baxmayaraq istedadlı iştirakçılardan biridir. Fatimə. Mən də təşəkkür edirəm. Siz də Azərbaycan İstedad Festivalının ən gözəl aparıcılarından birisiniz. Çox sağ ol. Var olasan. Siz də ən balaca yaşlar yaşlarını Əla. Yaşlarının az olmasına baxmayaraq ən yaxşı, ən istedadlı aparıcılar da Ayxandan Hilaldır. Təşəkkür bildirirəm. Əlim çıxdı yerindən. Fatiməni alqışlayaq, dəvət elə əyləşsin. Və Ayan da buradadır. Ayan Məmmədli, yaxından çəkin zəhmət olmasa. Ayan da çox istedadlı insandır. Çəkin zəhmət olmasa. Ayan Məmmədli, dur ayağa qızım. Ayan Məmmədli həm skripka ifaçısıdır, həm rəqs eləməyi bacarır, həm mahnı ifa edir, həm pianinoda ifa edir. Və mən istərdim Ayanı bugün model kimi də musiqi sədaları altında biz burada görək. Çünki bugün Ayanın da bayramıdır. Ayan Məmmədli də bu tədbirə, bu verilişdə bayram gününə qoşulubsa, biz onu da izləməliyik. Ayan Məmmədli! Bəli, Ayan Məmmədli, əla, Ayan qızım, əyləş. Və mən burada Hüseyin Ramazanlını görürəm. Hüseyin Ramazanlı. Sonuncu çıxış olmalıdır Hüseyin Ramazanlı. Gəl Hüseyin Ramazanlı və yanında onun birgə rəqs elədiyi. Gəl, mənim balam, gəl. Aha. Hüseyin Ramazanlı və qızım sənin adın nədir? Dilək. Dilək bir dəfə çıxış eləmişdi, hə? Bizim verilişdə olub da Dilək. Bəli, və bu gün də Hüseyin Ramazanlı da mənim çox istədiyim iştirakçılardan biridir. Baxım hələ sana. Hüseyin, baxım sana. Hüseyin Ramazanlı. Yox, Hüseyin Ramazanlının mənə bir baxışı var. Həmişə uşaqlara bir diqqətlə baxanda görəm ki, Hüseyin Ramazanlı mənə baxır. Nədir? Əskər elə bil avtobusdadır ya. Əskər, bir dənə son. Əskər, niyə belə yeyirsən? Qatarla gəlirsən? Necə yeyirsən, göstər? Nədir də, niyə belə edirsən ki? Elə bir uzaq bir rayona qatarla gedirik. Davay, Hüseyin bir dənə deyin, Hüseyin. Hədiyyələrin oynadı. Evdədir. Bugün onların bayramıdır, onların xoş günüdür, şad günüdür və Dilək və Hüseyin Ramazanlıdan gözəl bir rəqs gələcək, baxaq.
Hüseyin Ramazanlı və Diləyi ürəkdən alqışlayırıq. Bir, alqışlayaq və Design by Mary hər birinizə bu şokoladları hazırlayıb. Yusif Hüseynlinin hədiyəsi ətiranı. O deyil. Verdin mamaya? Ha, anaya verir. Aha. Kimə çatmadı? Ha. Ətirləri 2 nəfərə söz vermişdim. Əsra və Məsətiyə. Məsəti deyirəm. Səmra Qənizadəyə. Aha. Hə, kim qaldı? Sonda. Baxın. By Mary. Design by Mary'dən. Onu da verəcəm. Design by Mary'dən Məsətiyə. Məsəti özü də belə işlərlə məşğuldur. Bax, belə şeylər hazırlayır, ha? Məsəti. Gəl. Ayxan deyir ki, biz yazıq oğlanlar. Qalmadı. Hə. Ayxana niyə mən vermişdim hədiyyə keçən dəfə? Ha. Nə? Nə? Əlbəttə ki. Bu hediyeler Aha. Bu hediyeler küçük olsa da sizin aldığınız hediye həmişə bizim ürəyimizdə böyük olur. Mən sizin xətrinizi çox sevirəm. Mən burada qalib olmaq istəyirəm. Buradan ayrılmaq heç vaxt istəmirəm. Sən buranı tərk eləsən, tərk eləməsən, bu studiyanın qapısı, pəncərəsi hər zaman sənin qulluğundadır. Bəli, Çünki bəli. sən istedadlısan. Mən də harda olsam, bil ki, sən oradasan. Yaxşı? Sənin ad günün olub bu yaxınlarda, səni təbrik edirəm, böyük qız olasan. Səs də atmışdım anaya. Yəqin ki, dinlətdirib, səni təbrik eləmişdim. Hə, dostlar, sonda Gülnaz Nəbilidən bir ifa gələcək. Bu bayram buraxılışında Əsgər dəb yarışmasının iştirakçısı olub, bilirsiniz də, burada niyə əyləşib. Çoxları tanış edər ki, niyə əyləşib. Bəli, dəb yarışmasında 4-cü yeri, səhv eləmirəmsə, 4-cü yerin qalibi idi və Gülnaz Nəbilinin ifasından sonra bu bayram buraxılışımız da beləcə başa çatır. Sonda, gəl Gülnaz yanıma, Pumba Kids'i ürəkdən alqışlayırıq. Pumba Kids, uşaq geyimləri deyəndə, Pumba Kids! oyuncaq Pumba deyəndə, Kids! gözəl məkan, Pumba Kids! ortopedik uşaq Pumba ayaqqabıları. Kids! Tam sakit. Gülərüz işçilər, bəli, Fatimə Yusifova bildirdi və bugün Fatimənin bu möhtəşəm hədiyyəsi və ən əsası yeni doğulmuş uşaqlardan tutmuş 16 yaşına qədər bütün uşaqları fikirləşən Pumba Kids oradan bütün məhsulları mənim adımdan 30% endirimlə əldə edə bilərsiniz. 2 filialı var, Neftçilər metrosu stansiyasının yanı və Xətayda Gəncə prospektində, Xəzər dairəsinin yanında 2008-ci ildən fəaliyyət göstərən Pumba Kids Türkiyə və Polşanın istehsalı olan bütün geyimlərlə, oyuncaqlarla, ayaqqabılarla, bir sözlə hər şey uşağa aid orada var. Ona görə də gedin, siz də istifadə edin və Eme parfümü ürəkdən alqışlayaq. Əsra əlində tutub Eme parfümü, Xaçmazda da var onun filialı, Sumqayıtda da, Bakıda da. Eme parfüm də möhtəşəm ətir. Mikrofona dinə. Mənə də vermişdi, çox gözəl qoxusu var, çox Eme parfüm bəyənirsiniz? Bəli! Ətir deyəndə nə yada düşür? Eme parfüm! Bəli, Eme parfüm yada düşür. Eme parfümə də sonsuz minnətdarlığımı bildirirəm Hacı Murad qardaşıma. Hər zaman bütün layihələrimdə mənimlə bərabərdir. Və bu gözəl kreslolara görə oxumuş mobilyaya minnətdarlığımı bildirirəm. Design by Mary 87-yə minnətdarlığımı bildirirəm. Stilist və bərbərim canım ay! Kim? Canım ay, Ceko! Stilist və bərbərim kimdir? Ceko! Ceko, yəni Ceyhun. Cekoya da minnətdarlığımı bildirirəm. Ekranda nömrəni görürsünüz, zəng vurub müraciət edə bilərsiniz və Ceko özü mənə dedi ki, keçən dəfə sən reklam eləyəndən sonra 5 nəfər mənim yanıma gənc bir oğlan gəlmişdi ki, biz də saçımızı, biz də imicimizi eləmək istəyirik. Və dostlar, bugün bayram buraxışı olduğuna görə heç kim buranı tərk eləmir, dueli olmadı. Bugün uşaqlara
Hədiyyələr, bacardığımız qədər hədiyyələr verdi, bəli. sual verdi, sualı tapana hədiyyə verdi. Bir sözlə burada əziyyəti olan bütün şirkətlərə minnətdarlığımızı bildirir və bir daha bütün dünyada yaşayan uşaqları, körpələri, hər birini Allah qorusun. Çünki uşaqlar bizim gələcəyimizdir. Onlar bizim gözümüzün bəbəyidir, başımızın tacıdır və uşaqların hər birini çox istəmək lazımdır. Necə ki, mən onları çox istəyirəm, onlar da məni çox istəyir. Nə qədər çox istəyirlər? Nə qədər? Deyirəm, nə qədər deyir? Çox. Hə, saçın da ilişdi saatıma. Hə, Gülnaz Nəbilinin ifası ilə verilişimizi bağlayırıq. Gələn həftə 23 uşaq burada mübarizədə olacaq. Bəli. Sağ olun, salamat qalın. Gülnaz Nəbilinin ifası gəlir. Kara kedi gireceğine aramıza, seni şöyle alalım, otur yakınımıza. Tüm gereksiz arızalar gidilir, günün en güzeli sen, güzel biz iki deli. Olsun varsın seveni çok, önüme geçmeyen arzın ateşi çok. Sana bir arıza lazım bu gecelik, yüz yüze bakışalım, hangimiz platonik? Olsun varsın seveni çok, önüme geçmeyen arzın ateşi çok. Sana bir arıza lazım bu gecelik, yüz yüze bakışalım, hangimiz fotojenik? Kara kedi gireceğine aramıza, seni şöyle alalım, otur yakınımıza. Tüm gereksiz arızalar gidilir, günün en güzeli sen, güzel biz iki deli. Kara kedi gireceğine aramıza, seni şöyle alalım, otur yakınımıza. Tüm gereksiz arızalar gidilir, günün en güzeli sen, güzel biz iki deli. Canım acı olmadı yemedi sözüm, acımasız olalım hadi gel iki gözüm. Bu da çözüm olmadı can acısına, seni öne yazalım yürek atılmasına. Olmadı bitmedi fikası, havalı zor beni zirvede tanıması. Yüreği aynı onun gibi deli ziya, yüz yüze konuşalım, kapalı kapı cihaz. Olsun varsın seveni çok, önüme geçmeyen arzın ateşi çok. Sana bir arıza lazım bu gecelik, yüz yüze bakışalım, hangimiz fotojenik? Kara kedi gireceğine aramıza, seni şöyle alalım, otur yakınımıza. Tüm gereksiz arızalar gidilir, günün en güzeli sen, güzel biz iki deli. Kara kedi gireceğine aramıza, seni şöyle alalım, otur yakınımıza. Tüm gereksiz arızalar gidilir, günün en güzeli sen, güzel biz iki deli. Olsun varsın seveni çok, önüme geçmeyen arzın ateşi çok. Sana bir arıza lazım bu gecelik, yüz yüze bakışalım, hangimiz fotojenik?